Deməli Rövşən, bizim buxmağı çəkməyimizin məqsədimiz odur ki, buxmağımızın təmizliyini görsünlər. Salih xanım da Rövşənlə bir əməkdaşdır, bir yerdə işləyirlər. İşlər çox olduğuna görə Salih xanımla çəkir, Rövşənlə çəkir. Salih xanım, bugün sizə mən nə hazırlayım ki, siz onun dadına baxasınız. Yox, siz nə deyirsiniz onu hazırlayın, siz deyərsiniz. Ya ben sütüne yemeği pişiririm. Soğuklu falan. Ha, medalyon. Bəli. Deməli, bugünlər medala pişirib Salih xanım dadına baxsın, əlbəttə hazırlamanı siz də görəsiniz. Medalon da bir sənə Yavər Usta'nın yanında yapar olur. Dünya dağılır. Harda? Karavella restoranında büyük mətbəxdə pişirir. Bana Salih xanım görsən, ət təmizlədim, bu bətlər doğudan ki, hazırlayam. Dünyada niyə bütün qəşəng yeməkləri kişilər pişirir? Ben bilmiyorum. Size niye? Mən də bilmirəm, amma Allah'tan hər bir istedad verir. Bu istedad Allah bizə verir. Ya ben üstüme bunun sozanı. Müəyyən şeylər var ki, o sozlar göstərirlər. O da özü olaraq düzəldib, döşəcəm baxasın. Buna bax Salih xanım. Dünya dağılacak. Dağılacaq yəni. Bal olacak. Bəli, bunu yeyən oğlan bilir nə? Mən buzun buna sozunu töküyorum. Bal değil bal. Mənim özəl sozumdur. Bak ben bunu əsl bunu deyirdim. İyi bax, iyi. Özüdür. Bəli, Bunu indi. deyirdim. Bu iyi. Bak bu koku. Bəli, bu harda olur, bu yemək Yavər Usta'nın. Yavərdən yanında karavellada. Bilirəm ki, Salih xanım bunu gözləyir ki, bunu demə bax belə qaymaqlı sozuna bax. Uşaq, bax bir dənə bax, içinə bax. Salih xanım bir dənə onun dadına bax. Yaz görüşlərlə bu yeməyim, amma sən onun dadına bax. Göstərsəm. Yavər. İşte hamısı Yavər Usta'nın yanında bunu hamı. Göz haqqınızı halal edin, bir dənə belə Salih xanım. Sonra. Belə.